Salam, mən Vahid Teymurlu. Get Akademiyada Office proqramları dərsini tədris edirəm. Bu gün sizin işinizə çox yarayacaq Excel xüsusiyyətlərinin biri haqqında sizə məlumat verəcəm. Belə ki, biz Protect Sheet parametri ilə istəsək, ümumilikdə şiti yox, bəzi sütunlara parol qoya bilərik, bəzi sütunları isə aza buraxa bilərik. Hansı ki, şitə daxil olan istənilən şəxs orada dəyişiklik edə bilir, ancaq qorunmuş sütunlara isə heç kəs toxuna bilmir. Gəlin buna real nümunə üzərindən baxaq. Review menusunda yerləşən Protect Sheet vasitəsilə biz şitə parol təyin edə bilirik. Hansı ki, artıq parolu bilməyən şəxslər gördüyünüz kimi şitə heç bir müdaxilə edə bilmir. Yəqin ki, artıq bu parametr haqqında bir çoxumuz məlumatlıyıq. İndi isə bu parametri biraz fərqli şəkildə istifadə edəcəyik. Onun vasitəsilə artıq biz istədiyimiz sütunlara parol təyin edə biləcəyik, istədiyimiz sütunları isə sərbəst şəkildə buraxa biləcəyik. Bunu necə edirik? Məsələn, fərz edək ki, biz Payment Method hissəsində olan bu sütuna məhdudiyyət tətbiq etmək istəmirik. Həmin hissəni seçirik. Həmin hissəni seçdikdən sonra Format Cells hissəsinə daxil oluruq. Bunun qısa yolu Ctrl+1-dir. Format Cells hissəsinə daxil olandan sonra Protection menüsü var. Protection menüsuna daxil olsanız, burada Locked hissəsini görərsiniz. Bu hissə default olaraq Excel-də bütün xanalarda aktiv şəkildə gəlir. Əgər siz bu hissəni aradan qaldırsanız, ondan sonra Review hissəsində Protect Sheet parametri vasitəsilə şitə parol təyin etsəniz, hansı hissəni seçib bu Locked hissəsini aradan qaldırmısınızsa, artıq ora parol təyin edilməyəcək, digər hissələrə parol təyin ediləcək. Gəlin real nümunə əsasında baxaq. Protect Sheet-də Locked-u aradan qaldırırıq. Daha sonra səhifəmizə bir parol qoyuruq. Baxın, gördüyünüz kimi bu hissəyə müdaxilə etmək mümkün deyil. Amma artıq kart hissəsinə müdaxilə edə bilirik. Hansı ki, biz bunu artıq transfer olaraq dəyişə bilərik. Və sağ tərəfə gördüyünüz kimi orada müdaxilə edə bilmirik. Nəyə görə? Çünki bu hissələrdə hələ də Locked hissəsi gördüyünüz kimi aktiv olaraq qalıb. Siz də Office proqramlarının bu kimi xüsusiyyətlərini tam olaraq mənimsəmək istəyirsinizsə, Get Akademiyada Office proqramları kursumuza qatıla bilərsiniz.